gördük kanalımın dəyərli izləyiciləri. Mən Kamil müəllim yenə də bir video ilə qarşınızdayım. Nəzərinizə çatdırım ki, Azərbaycan dil fənnindən indi izah edəcəyim test nümunəsi istənilən bir Azərbaycan dil fənnindən təbii ki, imtahana hazırlaşan şəxsin işinə yaraya bilər. Sualımız orfoqrafiya ilə bağlıdır. Gəlin sualla tanış olaq. Deməli, orfoqrafik cəhətdən məntiqi ardıcıllığı tamamlayan sözləri müəyyən edin. Öncə bax bu tipli testlərdə biz məntiqi tutmağa çalışmalıyıq, məntiqi anlamağa çalışmalıyıq. Gəlin bizə verilmiş 3 sözə baxaq. Yəni burada gördük ki, məsələ orfoqrafiya ilə bağlıdır. Birinci söz qubar şəklində yazılıb və bu sözün yazılışı doğrudur. Unutmayın ki, qubar sözündə yəni udur, ü hərfi deyil. Bu sözün testlərdə bəzən bizə qubar variantında təqdim edirlər və bu təbii ki, səhvdir. İkinci sözümüz tövşümək sözüdür. Təbii ki, bu söz də doğru yazılmışdır. Reportyor sözü də doğru yazılıb. Deməli burada məntiq nədir? Bütün sözlər doğru yazılıbsa, növbəti sözlər də necə yazılmalıdır? Təbii ki, doğru yazılmalıdır. Belə testlərdə doğru yanlış da ola bilər və yaxud yanlış doğru da ola bilər. Hamısı doğru və hamısı yanlış da ola bilər. Birinci ona görə verilən sözlər əsasında məntiqi tapmaq lazımdır. Biz deməli bu verilən 6 söz içərisində doğru yazılanları müəyyən etməyə çalışmalıyıq. Əziz izləyicilər, lütfkarlıq sözü səhv yazılıb çünki burada ü hərfi yoxdur. Söz lütfkarlıq şəklində yazılmalıdır. İkinci söz doğru yazılıbdır. Çiskin sözü, bunu plus qoyuruq. İşgəncə sözü yanlış yazılıb. Qeyd edim ki, bu söz belə yazılmalıdır. İşgəncə. Bu qəbul imtahanında da tez-tez düşür. Müəllimlərin işə qəbul imtahanında tez-tez düşən bir sözdür. Yəni bunu unutmayın. Burada g-dır, k deyil. Sonra kinematografiya. Biz çoxumuz kino sözünü bilirik, amma bu sözdə kino yox. Burada o əvəzinə e hərfi yazılmalıdır. Yəni söz kinematografiya şəklində yazılmalıdır. Deməli bu sözdə səhv yazılmışdır. Diqqətə layiq sözü mürəkkəb sözdür və doğru yazılıbdır. Şokolad sözü də deməli doğru formada yazılmışdır. Və bizim bu testimizdə doğru cavab elədi 2, 5 və 6. Bu qədər dinlədiyinizə, izlədiyinizə görə təşəkkür edirəm.